Düzbucaqlının bir tərəfi x plus 1-dir. Bax, düzbucaqlını belə təsəvvür eləyin. Bu daşı düzbucaqlıdır. Düzbucaqlının bir tərəfi verilib x plus 1. Digər tərəfi bilmirik. Bir də verilib sahəsi. S bərabərdir 3x-in kvadratı plus 2x minus 1. Tutaq ki, bu da eynidir. A bərabərdir x plus 1-ə. Biz bilirik ki, düzbucaqlının digər tərəfini, məsələn, uzunluğunu necə taparıq? Sahəni n-ə bölməklə. 3x-in kvadratı plus 2x minus 1-i bölərik x plus 1-ə. Bunun üçün surəti vuruqlarına ayırmalıyıq. Hansı üsullarla vuruqlarını ayıra bilərik? Bəli, diskriminantla ayıra bilərsiniz. Diskriminantla ayırmaq üçün diskriminant bərabərdir 4-ün 2-in kvadratı 4 minus 4ac, yəni 3 vuraq mənfi 1. 4 plus mənfini mənfiyə vurunda 12 eləyir 16. Kök 16 çıxır. Köklərimiz, daha doğrusu diskriminant 16 eləyir. Köklərimiz də neçə eləyir? Mənfi 1, 1 eləyir. Biri də müsbət 3-də 1 eləyir. Biri müsbət 3-də 1 eləyir. Toplayıb, hər ikisini toplayıb 6-ya böləndə biri mənfi 1 eləyir. Toplayanda mənfi 2 ilə müsbət 4 də 2 böl 6, o da 3-də 1 eləyir. Mənfi 1 olanı biz x plus 1 kimi yazırıq. Demişdim ki, mənfi almışsınızsa müsbətlə yazmalısınız. Amma digərini 3-də 1 isə 3x plus 1 kimi. Daha doğrusu 3x minus 1 kimi. Düzdürmü? Məxrəsdə də x plus 1 var. Buradan x plus 1-lər ixtisar gedir. Biri məxrəsdə, biri surətdə olduğuna görə. Yerdə qalır 3x minus 1. Deməli, bu düzbucaqlının uzunluğu x plus 1 idi. Və yaxud da eyni x plus 1 idi. Uzunluğu nə oldu? 3x minus 1. Digər tərəfi tapdıq. Sahəni enə və yaxud da uzunluğa bölməklə düzbucaqlının digər tərəfini tapa bilərsiniz. Yaxşı, indi bizə nə lazımdır? Deyək ki, düzbucaqlının perimetrini. Perimetrini də tapmaq üçün düzbucaqlının qarşı tərəfləri bərabərdir. Bura x plus 1-dirsə, burada x plus 1-dir. Bura 3x minus 1-dirsə, burada 3x minus 1-dir. Perimetri tapmaq üçün nə etməliyik? Bütün tərəfləri toplamalıyıq. X plus 1, x plus 1. 2 dənə x plus 1 var. 3x minus 1-dən də 2 dənədir. Bax, mənfi 1, müsbət 1. 1 getdi, mənfi 1, müsbət 1. Birlər hamısı getdi. X, 2 dənə x. Üstünə 3 gəlində 5, 5-in də üstünə 3 gəlində 8x.